faydasız olan dördüncü şey o qəlbdir ki, Allah sevgisindən məhrumdur və Allah şövqündən məhrumdur və Allahla ünsiyyətdən məhrumdur. Və belə bir qəlb. Allahla görüşmək şövqündən və Allahla ünsiyyətdən xali olan, boş olan, məhrum olan qəlb. Faydasız qəlbdir. Niyə? Çünki insanın bədənində əsas üzvdür ki, bütün əzalar ona tabidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, insanın bədənində bir ət parçası var ki, o salamat olanda bütün bədən salamat olur. O fəsada uğrayanda bütün bədən fəsada uğrayır. Agah olun ki, o da qəlbdir. Və bir qəlb ki, və Peyğəmbər sallallahu aleyhi və səlləm Allahı zikr edən, Allahı yad edən, Allahı xatırlayan, daima Allah ilə döyünən qəlbi ilə bundan yoxsun olan qəlbin misalını necə verib, nəyə bənzədib? Ölü ilə dirinin misalı kimi.